Salam, Xalqın gündəmi rubrikasında Avropa İttifaqı Gürcüstandan əl çəkmir məqaləsinin icmalını təqdim edirik. Məqalənin müəllifi Pünhan Əfəndiyevdir. Müəllif Pünhan Əfəndiyev yazır ki, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində Gürcüstanla bağlı hesabat müzakirəyə çıxarılıb. Bu isə Tbilisi ilə Brüssel arasında onsuz da mövcud olan gərginliyi daha da artırıb. Hesabat Gürcüstan hakimiyyətinin addımlarına qarşı ittiham xarakteri daşıyır. Bundan əlavə diplomatik, xidməti pasport sahibləri üçün vizasız rejimin dayandırılmasının Avropa İttifaqının prinsipial mövqeyi kimi təqdim edir. Məqalədə vurğulanır ki, Gürcüstanın baş naziri Irakli Kabaxidze sənədin obyektivliyini şübhə altına alaraq bunu milli maraqlara təzyiq vasitəsi kimi qiymətləndirib. Onun fikrincə ölkənin suverenliyi və daxili sabitliyi hər hansısa viza imtiyazından üstün tutulmalıdır. Hakimiyyət nümayəndələri hesab edirlər ki, qərar daha çox simvolik xarakter daşıyır və dövlət idarəçiliyinə real təsir göstərməyəcək. Pünhan Əfəndiyevin təhlilinə görə tərəflər arasındakı əsas fikir ayrılıqları xarici təsirlərin şəffaflığı haqqında qanun və ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında qanunvericilik paketindən qaynaqlanır. Rəsmi Tbilisi bu addımları milli maraqların və ənənəvi dəyərlərin qorunması kimi təqdim edir. Lakin Avropa İttifaqı bundan vətəndaş cəmiyyətinin məhdudlaşdırılması kimi bəhs edir. Məqalədə həmçinin qeyd olunur ki, Gürcüstanın Rusiya, Belarus və İrana qarşı sanksiyalara tam qoşulmaması da Brüsselin sərt mövqeyinə təsir edən amillərdəndir. Hazırki məhdudiyyətlər yalnız diplomatik pasportlara şamil edilsə də, gələcəkdə sıravi vətəndaşlara da tətbiq edilə biləcəyi mesajı verilir. Bu da iqtisadi baxımdan riskli ssenari hesab olunur. Çünki Avropa İttifaqı Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir. Bundan belə müəllif vurğulayır ki, Tbilisi milli suverenlik xəttini prioritet sayır və alternativ iqtisadi tərəfdaşlıqların inkişafı ilə riskləri idarə etməyin mümkün olduğunu düşünür. Məqalədə ekspert rəyi kimi vurğulanır ki, ölkədə davamlı iqtisadi artım və sosial rifahın yüksəlməsi əmək miqrasiyasına marağı azalda bilər ki, bu da vizasız rejimlə bağlı riskləri minimuma endirər. Ümumilikdə Pünhan Əfəndiyevin qənaətinə görə Avropa İttifaqı ilə vizasız rejim ətrafında yaranmış böhran Gürcüstanın strateji kursundan döndərmir. Əksinə, hakimiyyətin suverenlik doktrinasını daha da gücləndirir. Gürcüstan üçün milli iradənin sınağı kimi dəyərləndirilən prosesdə qarşıdakı mərhələ Brüssel və Tbilisi arasında münasibətlərin hansı şərtlərlə davam edəcəyini müəyyənləşdirəcək. Xalqın gündəmində nələr olduğunu hər daim bilmək üçün bizi izləməyi və abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.